Salam. Gəlin fikrimizi ifadə etmək üçün rus dilində faydalı ifadələr öyrənək. Birinci ifadə. Честно говоря, мне это не очень nравится. Düzünü desəm, bu mənim o qədər də xoşuma gəlmir. İkinci ifadə. Я думаю, ты прав. Mən fikirləşirəm, sən haqlısan. На мой взгляд, это лучший вариант. Mənim fikrimcə, bu ən yaxşı seçimdir. Dördüncü. Я не уверен, но, возможно, ты прав. Əmin deyiləm, amma ola bilər ki, sən haqlısan. Мне трудно сказать. Demək mənim üçün çətindir. Это зависит от ситуации. Bu vəziyyətdən asılıdır. Rus dilində danışmağa davam edin.